Tədbiri açıq elan edirik. Gəlin indi də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Şəhidimizin həyat və döyüş yolu haqqında
danışmaq üçün Bayram müəllimə vermək istərdik. Xoş eləmək. Həm qürurdur, həm də ki, çətindir. Ona görə də icazənizlə məruzəni oxumaq istəyirəm. Könüllü şəhidimiz Ağayev Əhəd Bilaloğlu. Könüllü şəhidimiz Ağayev Əhəd Bilaloğlu 17 yanvar 1986-cı ildə Astara rayonunun Motlayata kəndində Ziyalı ailəsində dünyaya göz açmışdır. Motlayata kənd tam orta məktəbinin hazırlıq sinifinə qəbul olmuşdur. Həmin məktəbi 2004-cü ildə yaxşı qiymətlərlə bitirmişdir. 2004-cü il iyul ayında hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətinin naftalanda 157 saylı hərbi hissədə yerinə yetirmişdir. Könüllü şəhidimiz Əhəd Ağayev Minaatan bölüyündə kiçik çavuş kimi xidmət etmişdir. 2006-cı il yanvar ayında ordu sıralarından tərxis olunmuşdur. Əhəd çox vətənpərvər idi. O həmişə söhbət zamanı deyərdi ki, torpaqlarımızın işğaldan azad olunmasında gərək mən də iştirak edim. 2020-ci il iyul ayında mənfur düşmənlərimiz Tovuz istiqamətində atəşkəsi bir neçə dəfə pozaraq və həmin döyüşlərdə silahlı qüvvələrimizin yüksək rütbəli zabitləri, xüsusilə də general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər hərbiçilərimiz qəhrəmancasına həlak oldular. Bu anda könüllü şəhidimiz Əhədin düşmənə qarşı nifrəti bir daha artdı. 2020-ci il iyul ərəfəsində bir çox könüllülər kimi Əhəd də Astara rayon səfərbərlik və hərbi xidmət üzrə çağırış məntəqəsinə gedərək burada qeydiyyatdan keçdi. O həmişə söhbət zamanı deyərdi ki, əgər müharibə başlasa, mən dərhal könüllü döyüşə gedərəm. Bəli, Əhəd 9 oktyabr 2020-ci il tarixində könüllü olaraq Astara rayon komissarlığına getdi və oradan da dərhal yola salındı. Şəhidimiz bir neçə günlük təlimdən sonra döyüşlərə qatıldı. Füzulinin, Cəbrayılın azad olunmasında qəhrəmancasına vuruşdu. Əhədin arzusu sona dək vuruşmaq və şəhidimizin qisasını alaraq qəhrəmancasına geri qayıtmaq idi. Təəssüf ki, Qubadlı istiqamətində gedən döyüşlərin birində könüllü şəhidimiz 27 oktyabr tarixində başından ağır yaralanaraq şəhidlik zirvəsinə ucaldı. Könüllü şəhidimiz Əhədin nəşi 2 noyabr 2020-ci il tarixində doğma elində torpağa tapşırıldı. Əhəd şəhidimizin 3 gül balası, yəni övladları bizlərə əmanat olaraq qaldı. Allah bu gül balaları qorusun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bəli, şəhidlər heç vaxt ölmür, onlar daim qəlbimizdə yaşayacaqlar. Diqqətinizə çatdırım ki, könüllü şəhidimiz Əhəd Xocabəndin, Cəbrayılın, Füzulinin azad olunması və eyni zamanda vətən uğrunda medalları ilə tərtib olunmuşdur. Bəli, məlumdur ki, bugün şəhidlərimizin ruhu şaddır. Ona görə ki, artıq Azərbaycanın ərazi bütövlüyü tam bərqərar olundu. Artıq Xankəndi şəhəri, Xocalı şəhəri, Xocabənd, Zəngilan, Kəlbəcər və digər rayonlar işğaldan azaddırlar. Hamınıza məlumdur ki, 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqə ərzində keçirilən antiterror tədbirləri nəticəsində separatçı qüvvələri dizə gətirdi. Nəticədə terrora antiterrorla cavab verildi. Yəni, Ermənistan havadarlığı altındakı xunta ağ bayraq qaldırmalı oldu. 19-20 sentyabr 2023-cü il tarixində 192 nəfər hərbiçimiz qəhrəmancasına həlak oldu, şəhid oldu. Allahdan cəmi şəhidlərimizə rəhmət diləyib və qazilərimizə can sağlığı arzu edirəm. Bəli, bugünkü tədbirdə sevindirici haldır ki, yəni şəhidimizin döyüş yoldaşı da burada iştirak edir. Mən ona bir daha öz dərin minnətdarlığımı bildirirəm. Bildiyimiz kimi möhtərəm prezidentimiz
şəhid ailələrinə yüksək qayğı və diqqət göstərir. Nəzərinizə çatdırım ki, hökumətimiz könüllü şəhidimiz Əhəd Ağayevin ailəsinə Bakı şəhərində 3 otaqlı ev də hədiyyə etmişdir. Bu münasibətlə bir daha Ali Baş Komandanımıza öz adımdan və şəhid ailələri adından öz dərin minnətdarlığımı bildirirəm. Bir daha cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah cəmi şəhidlərimizin balalarını hifz etsin. Bəli, bir də nəzərinizə çatdırmaq istəyirəm ki, yəni bu il yay tətili dövründə bəli, mən Qarabağ ərazisinə səfərə çıxdım. Bir daha həmin əraziləri, yəni o şəhidlərimizin qanı tökülmüş həmin torpaqları bir daha gəzib dolaşdım və çox böyük bir qürur hissi keçirdi. Allah cəmi şəhidlərimizə bir daha rəhmət eləsin. Bu möhtəşəm tədbirdə iştirak etdiyiniz üçün sizlərə öz adımdan və eyni zamanda şəhid ailəm üzvləri adından öz dərin minnətdarlığımı bildirirəm. Diqqətinizə görə çox sağ olun. 8-ci sinif şagirdi Ellada, Şəhid Əhədim şeiri. Şəhid Əhədim, ürəyindən min bir hissi boğaraq, qollarına tükənməz güc yığaraq, vətən deyib uğrunda can qoyaraq, yüz ölçərək birim biçən Əhədim, mərdanəli dərsin keçən şəhidim. Gedişinə ağrı, acı qoymadın, 3 balana acı həyat qıymadın. Xalqın bilir, həyatından doymadın. Bir dünyaya qapı açdın Əhədim, oradan bura nurun saçdın şəhidim. Körpələrin hər ağlayan anında, göz bəbəyin ciyər paran yanında, nağıl deyir yoxluğunda, varında, sən tarixdə nağıl oldun Əhədim. Vətənə ər, oğul oldun şəhidim. Qanın yerdə, gözün yolda qalmadı. Arzuların tükənmədi, solmadı. Xoşbəxtsən ki, anan saçın yolmadı. Sən bir zirvə fəth elədin Əhədim. Sən yurduna nur elədin şəhidim. Məzarın da bir çəməndə yer aldı. Gül çiçəkli o təpəcik yarıldı. O mübarək şəhid canın yar oldu. O əbədi mənzilində Əhədim. Ruhun ilə gəz elində şəhidim. Bacı ağlar, Qarabağlar başına, qardaşların heyif deyər yaşına, yarın əsrət qalsa belə qaşına. Üzülmə heç zirvədəsən Əhədim, sən bir ali yüksəkdəsən şəhidim. Elin, oban sənə dua oxuyur, neçə ürək sənə çələng toxuyur, məzarından cənnət ətri qoxuyur. Sən dünyada dünya qurdun Əhədim, mübarəkdir yerin, yurdun şəhidim. Sən zirvəsən, hamı sənə qibdə edir ürəkdən, xalqın səni alqışlayır bar bəzəkdən, incimə eş taleyindən, fələkdən. Sən elə bir ad almısan Əhədim, vətən üçün ucalmısan şəhidim. Mübarizsə şah zirvədə qalmısan, poladların ürəyinə dolmusan, pəncəlinin qisasını almısan. Cənnətində yüksəl, ucal Əhədim, sən Allahdan sonsuz güc al şəhidim. Sən zirvəsən, bugün, sabah, hər zaman. Bax, şəninə nur paylayır asiman. Utanaraq yaxın gəlmir sis, duman. Ol həmişə günəşlətən Əhədim, nur içində uyu sən şən şəhidim. Əlisanın kövrək qəlbi dağlanır, sənə ürək şeir qoşur, bağlanır. Ey qəhrəman, sənin üçün dağ yanır, məğrur dayan, alnı açıq Əhədim. Vətən oğlu, igid, qoçaq şəhidim. Allah rəhmət eləsin. 8-ci sinif şagirdi Çinarə, şəhidim. Sən qürurlu bir igid, sən hünərli oğuldun. Sən savaş meydanında şəhadətə ucaldın. Vətən səni çağırdı, sən vətənə can dedin. İmdadına yetişib canını qurban verdin. Aldın qan düşməndən, neçə şəhid qisasın. Dedin şəhid olsam da Azərbaycan yaşasın. Əhəd, sən bugün deyil, daim yaşayacaqsan. Gələcək nəsillərə sən örnək olacaqsan. Allah bütün şəhidlərimizə rəhmət etsin.
İndi də sözü Əsnəkəran kənd icra nümayəndəsi Salladı müəllimə vermək istərdim. Əziz həmkərlilər, əziz müəllimlər, əziz şəhid ailələri, bugün bütün əhədsevərlər buradadır və vətən uğrunda şəhid olan əhəd qardaşımızın anım günüdür. Əgər 4 il bundan qabağa gözümüzün önünə gətirsək, 4 il bundan qabağa, yəni 2020-ci ilin bu vaxtı Azərbaycanda müharibənin ən şiddətli vaxtı idi. Hər gün onlarla cəbhədə şəhid cənazəsi gəlirdi. Bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib, həm müharibə zonasında, həm də müharibədən kənar zonalarda Azərbaycan ordusuna dua edirdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsin. Bəli, 4 il keçdi. Biz torpaqlarımızı 44 gündə, yəni tarixdə ən qısa müharibə kimi adlandırılan 44 gündə biz qalib gəldik. Biz düşmənin belini qırdıq. Düşmən qabağımıza diz çəkərək ağ bayraq qaldırdı. Əlbəttə, o vaxt müharibə tam tamamlanmadı. Yəni Azərbaycanın yenə də işğalda olan torpaqları qaldı. Ancaq ermənilər deyirlər ki, biz göl yolundan verəcəyik. 3 rayon ondan sonra Laçın, Ağdam və Kəlbəcər və bir nəfərində qanun tökülmədən düşməndən azad olundu, öz kurşuyla verdilər. Sonra isə hamınız 23-cü ilin sentyabrın 19-dan 28-ə gecə bu 3 ildə düşmən yenə nə qədər vərdər verilsə, istər pek müşahidələrdən, istər də gedənlərdən hiss olunurdu ki, düşmən təzədən Qarabağda müharibəyə hazırlaşır, heç də imzaladığı sülh müqaviləsi və ateşkəsə əməl etmək istəmirdi. Onlar yenə istəyirdi ki, möhlət qazansın, vaxt qazansınlar, təzədən Azərbaycana qarşı öz qara piyar əməllərini həyata keçirsinlər. Lakin Azərbaycan ordusu, Azərbaycanın Ali Baş Komandanı əmr verdi ki, Azərbaycan Respublikasını terrorçulardan, separatistlərdən təmizləmə haqqında. Bir sutka, yəni 24 saat tamam olmamış, 23 saat 43 dəqiqəyə düşmənin 18 minə yaxın ordusunun məhv edildi. Düşmən diz çəkərək torpaqlarımıza çıxdılar. Bugün Azərbaycan son 200 ildə heç belə qüdrəti olmuyor. Bugün Azərbaycan özünün bütün ərazilərinə tam sahiblik edir. Azərbaycanın bütün sərhəd boyu Azərbaycan əskərləri sərhədi mühafizə edirlər. Əlbəttə, bu vəziyyəti seyr edirsək, heç də belə sadə alınmıyor bu vəziyyət. Bu vəziyyət minlərlə şəhidimizin qanı və canı bahasına alınmışdır. Azərbaycan minlərlə şəhidimizin övladlarının göz yaşları hesabına bu qədər qüdrətli olmuşdur, öz ərazisi bütövlüyünü təmin etmişdir. Əlbəttə, biz Azərbaycan dövləti, Azərbaycan xalqı heç vaxt şəhidlərin çəkdiyi bu ağrı, bu əziyyətləri unutmayacaq. Şəhidlər başımızın tacıdır. Şəhid ailələri həmişə gözümüzün nurudur. Şəhid ailələrinə hörmət etmək, onların qayğısına qalmaq hamımızın borcu və dövlət qarşısına qabağımıza qoyduğumuz tələbdir. Buna görə də mən şəhid ailələrinə bir daha baş sağlığı verirəm. Başınız sağ olsun. Əlbəttə, sizin qədər, nə qədər də biz yansaq, sizin qədər yana bilmərik. Bugün şəhid ailələrin ürəyi qanlıdır. Həmişə gözü yaşlıdır. Cənab Prezidentimiz demişkən, nə qədər də siz saxlasanız, bu göz yaşlarınız ömür boyu qurumayacaqdır. Yəni, şəhid ailələri ürəyi yaralıdır. Onlar övlad itiriblər. Ancaq onlar da bugün sevinir ki, onların övladları vətən uğrunda şəhid olub. Vətənimizin bütövlüyü uğrunda şəhid olmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhiddən bizə qalan valideynləridir, övladlarıdır, həyat yoldaşlarıdır. Onlar bizim ana və bacılarımızdır, atalarımızdır, övladlarımızdır. Onlara qayğı isə bizim hamımız, bütün Azərbaycanın borcudur. Buna görə gəlin bir daha şəhid ailələrə baş sağlığı verək, sizlərin hamımız adından onlara başınız sağ olsun deyirəm. Allah şəhidlərimizi rəhmət eləsin. Azərbaycan dövləti heç vaxt müharibə istəməmişdir. İstər 32 il biz öz torpaqlarımızı işğalda saxladıq. Biz deyirdik ki, sülh yolu ilə, ayrı-ayrı dövlətlərin dəstəyi ilə gəlin sülh yolu ilə torpaqlarımızı işğaldan azad edək. Lakin sonralar biz bildik ki, bizə ATƏT-in adı ilə gələn qonaqlar, Amerikanın, Fransanın, Rusiyanın nümayəndələri heç də
bu müharibəni, bu münaqişəni bitirmək, yox bu münaqişənin ömrünü uzatmaqla məşğul olmuş. Onlar istəyirlər ki, Azərbaycanda bir nəsil, iki nəsil dünyasını dəyişsin və Azərbaycan özünün ərazisini, bütövlüyünü unutsun. Azərbaycan Qarabağı unutsun ki, ermənilərə orada öz bərqərar olsunlar. Lakin bizim böyüyən gəncliyimiz, bizim Ali Baş Komandanımız, dövlətimiz bunu unutmadı. Və BMT-nin 3 qərarının icrası Azərbaycan dövləti öz üzərinə götürdü və Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Bugün Azərbaycan həmin zonada müharibə, hərbi poligonlar tikmir. Azərbaycan işğaldan azad olmuş zonalarda şəhərlər salır, kəndlər salır, yollar çəkir, tunellər çəkir. Bu onu göstərir ki, Azərbaycan sülhsevər dövlətdir. Azərbaycan öz ərazisini ancaq quruculuqla məşğuldur. Və dəfələrlə də Ermənistana da mesaj vermişikdir. Əgər Ermənistan Azərbaycanla sülh sazişi imzalasa, Ermənistandan oradan köçmüş ermənilər də gəlib Azərbaycan vətəndaşlığını qəbul eləsələr, orada dinc yanaşı bizimlə yaşaya biləcəklər. Eşq olsun Azərbaycan ordusuna, Azərbaycanın Ali Baş Komandanına, eşq olsun bizim millətimizə ki, öz başını, şəhidlərin, onların başını dik saxladılar. Allah şəhidləri rəhmət eləsin. Bir daha qardaşım Əhəd Ağayevin ailə üzvlərinə başsağlığı verirəm. Yoldaşı Aysel xanıma başsağlığı verirəm. Aysel bizim əzimizdir, bizim bacımızdır. Onun hörmətini saxlamaq isə bütün elimizin, kəndimizin əhalisinin borcudur. Aysel xanım, inşallah başın sağ olsun. İnşallah sənin övladlarının xoş günə biz gələk. Allah səni saxlasın. Allah sənin balalarını sənin yurdunda bərqərar eləsin. Sağ olun. Vətənin dar günü önə atılan, intiqam hissi ilə oda qatılan, qan töküb, can verib, yanıb çatılan, ölümün üzünə gülən anası, məğrur ol, ağlama şəhid anası. Sən Təbriz mübariz anasısan bil, dözümlə vətənə yanasısan bil, dərdini düşməndən danasısan bil, qüruru göylərə dəyən anası, məğrur ol, ağlama şəhid anası. Bu döyüş yoludur, yanıb vay demə, oğluna, qızına qayıt hay demə, nə üçün yedirsən balam tay demə, bayraqdan libasını giyən anası, məğrur ol, ağlama şəhid anası. Qaralmış göylərdən bulud çəkilir, torpağa şəhidin qanı tökülür, minlərcə düşmənin beli bükülür, ey vətən torpağını sevən anası, məğrur ol, ağlama şəhid anası. Hər evin başına bayraq taxılmaz, hər ada şəhidlik adı asılmaz, heç kəsə bu qədər uca baxılmaz, sən düşmən qəddini əyən anası, məğrur ol, ağlama şəhid anası. Allah rəhmət eləsin. 5-ci sinif şagirdi oğul Mustafa Məmmədzadənin şəhid Əhədim şəhidi. Olaraq döyüşə getdin, kəndimin igidi Əhəd Ağayev. Canını vətən üçün sən fəda etdin, vətənin şəhidi Əhəd Ağayev. 3 uşaq atası qəhrəman Əhəd, analar, bacılar saçını yoldu. Övladın sənsizdir indicən Əhəd, vətənin qismətin şəhidlik məqamı oldu. Haqq yolunda vuruşan döyüşdə olan şəhidlər ölməyir, yaşayacaqlar. Vətənin ananın qeydinə qalan cənnətdə birbaşa qovuşacaqlar. Qürurla anırıq səni şəhidim, yaz tutur sənin üçün səmada yerdə. Qulaq asaq, deməli Əlisə müəllimin öz yazdığı Əhədim şəhidi onun öz ibasında. Ürəyimdən min bir hissi boğaraq, qollarını tükənməz güc yığaraq, vətən deyib uğrunda can qoyaraq, yüz ölçərək birim biçən Əhədim, mərdanəli dərsi biçən şəhid. Gedişimdən ağrı acı qaymadım, üç balamı acı həyat qıymadım. Xalqım bilir, bu
yokluğunda varından. Sen tarihte nağıl oldun Əhədi, vətənə ər oğul oldun şəhidi. Qanın yerde gözün yolda qalmadı, arzuların tükenmedi, solmadı. Xoşbəxtsən ki, anan saçın yolmadı. Sen bir zirvə təqillədi, Əhədi, sen yurduna nur əhədin, şəhidi. Məzarın da bir çənəndə ilərdi, bir çiçəkli o təpəci yarıldı. O mübarək şəhid canın yarıldı, o əbədi mənzilində, Əhədi. Ruhun ilə gəz elində, şəhidi. Bacın ağlar qara bağlar başına, kardeşlerin heyif yer yaşına. Ya üzülme ki zirvedesen Əhədi, sen bir alim yükseydesen şəhidi. Elin oban sənə dua oxuyur, necə ürək sənə çələng toxuyur. Mezarından zindanda dünya Əhədi, mübarəkdir yerin yurdun şəhidi. Hamı səni diktə edir ürəkdən, xalqın səni alqışlayır bax-baxdan. İncimə heç taleyindən, fələkdən. Sen elə bir adamsan Əhədi, vətən üçün ucalmısan şəhidi. Mübariz tək şan zirvədə qalmısan, polatların ürəyinə dolmusan, Pəncəlinin qisasını almısan, cənnətində yüksəl, ucal Əhədi. Sen Allah'tan sonsuz güca şəhidi. Sen zirvəsən, bugün, sabah, her zaman. Bak, şehrin ruh irasıma, utanır yaxın dənsiz duma. Ol həmişə günəşlə tən, Əhədi, nur içində olmuşsan şəhidi. Əlsanın törə qəlbi dağlanır, sənə ürək şeir qoşur, darlanır. Ey qəhrəman, sənin üçün dağ yanır. Məğrur dayan, alnı açır Əhədim, vətən olur, idi, oçaq şəhidi. Vətən olur, idi, oçaq şəhidi. Allah yeni rəhmət eləsin. Nur içində olsun şəhidi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İndi də sözləri Ramiz müəllimə vermək istərdik. Birinci növbədə Allah Taala cəmi şəhidlərimizi rəhmət eləsin. O cümlədən Əhəd qardaşımızı da Allah rəhmət eləsin. Bugün Əhəd qardaşımızın hanım günüdür. Mən onun ailəsinə, yaxınlarına, uşaqlarına baş sağlığı diləyirəm. Allah Taala Əhədin qalan Allah'ın üçün bundan sonra da hansı ömrü ayırıbsa Allah Taala onun ailəsinə, uşaqlarına nəsib olsun inşallah. Allah'dan biraz kövrəlir, belə bir gündə danışmaq. Mən xətrimə gətirirəm 20-ci illərin bu gününü. Onun şəhidlik xəbəri gələndə insanlar hansı təşviş hissini, hansı vahşivən hissini keçirdilər. Mən Əhəd qardaşımın
hərbi xidmətə yollanmasının bir fərqli cəhətini həmişə mən götür-qoy eləyirəm və heç bir əlaqədar qurumdan çağırış gəlmədən Əhəd qardaşımız öz qəlbinin hökmü ilə vətənin xidmətinə, vətənin azad olunmasına doğru istiqamət götürdü. Bu böyük bir insanda böyük bir ürəkdir. Onun həqiqətən əsl vətənpərvər bir oğul kimi bir tərənnüm olunur onun bu hərəkəti. Və Əhəd kimi oğullar çox olub, ancaq mənim üçün onun könüllü olaraq o qanlı qadalı günlərə, o cür səhnələrə özü gedib iştirak eləmək, vətənin dar günündə vətəni müdafiə eləmək bu böyük bir borc idi. O bu borcu böyük fərəhlə yerinə yetirdi və şəhidlik zirvəsinə yüksələrək doğma qəbristanlıqda uyuyur. Mən deyərdim ki, şəhidlərimizin dəfn olunduğu qəbristanlıq bizim and yerimiz olmalıdır. Onların ailələri bizim üçün müqəddəsdir həmişə və hər hansı böyük kiçiklikdən asılı olmayaraq hər hansı bir məclisdə biz onları hörmət və ehtiramla həmişə yad etməliyik. Onlara olan duyğularımızı, onlara olan hörmət və ehtiramımızı ayrıca bildirməliyik. Dövlət tərəfindən də doğrudan da şəhidlərimiz müəyyən qayğılarla əhatə olundu. Bir el olaraq, bir cəmiyyət olaraq bizim də borcumuzdur ki, şəhidlərimizi, şəhid ailələrimizi biz həmişə yüksəkdə tutaq, onlara hörmət və ehtiramımızı bildirək. Və məhz şəhidlərin sayəsində biz belə bir günəşli gündə, belə bir aydın gündə, belə bir azad gündə bu cür tədbir keçiririk və bu tədbirin məktəb həyətində keçirilməsi doğrudan da çox böyük əhəmiyyət kəsb edir. Bizim balaca o fidan balalarımız, o az yaşlı uşaqlar indidən onların beynində vətənpərvərlik, hərbi vətənpərvərlik tərbiyəsi kök salıb və gələcəkdə onlar əsl vətən oğlu kimi, əsl vətəndaş kimi inşallah fəaliyyətlərini davam etdirəcəklər. Və bu tədbirin burada keçirilməsinə görə mən məktəbin rəhbərliyinə, məktəbin pedaqoji kollektivinə, ümumiyyətlə bu tədbirdə əməyi olan hər bir kəsə özlərinin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bir daha Allah Teala şəhidlərimizi rəhmət eləsin. Onların ruhları həmişə şaddır və biz hər dəfə dualarımızı eləyəndə bu bizim müqəddəs borcumuzdur. Onların ruhuna biz həmişə dualar eləyək. Onsuz da onların yerləri cənnətdir. Dualarımız onlar üçün həmişə lazımdır və onlar bizim başımızın tacıdır. Allah Teala bir daha şəhid ailəsinə, Əhədin ailəsinə səbr versin, Allah onun balalarını saxlasın, bərqərar olsunlar o həyatda və yaxınlarına da, qardaşlarına, bütün yaxınlara səbr diləyirəm. Allah rəhmət eləsin. Altıncı sinif şagirdi Aylin adını tarixlərə yazdı şəhidlər şehidi. Vətəni, torpağı əsas seçdilər, qəhrəman idilər, cəsur idilər, canını, qanını qurban verdilər, əbədi ürəkdə qalan şəhidlər, adını tarixə yazan şəhidlər, zəfəri qeyd edək cıdır düzündə, hər kəs dərk etsin bunu özündə, qalib ölkədə, xalqın gözündə, həmişə fəxrlə duran şəhidlər, adını tarixə yazan şəhidlər. Bitdi 30 illik bir acı həsrət, qələbə qazandı, qalibdir dövlət, sizinlə fəxr edir bütün xalq millət, torpağı düşməndən alan şəhidlər, adını tarixə yazan şəhidlər, gözlədik verildi yalançı vədlər, düşmən tiksə də keçilməz sədlər, bölünməz vətən, ölməz şəhidlər, yaşayır ürəkdə hər an şəhidlər, adını tarixə yazan şəhidlər. Səma Sevanə, şəhid anası. Əllərinlə alıb şəklini, ah çəkib ağlama şəhid anası. Dizlərin üstünə əyib belini, sellər tək çağlama şəhid anası. Baxırsan gəldi cığıra, izə, quzu utardığı çəmənə düzə, yaralı könlünü hey üzə, dünyanı dağlama şəhid anası. Ruhu ildırımda şimşəklərdədir, Qarabağda əsən küləklərdədir,
Həsrətli, ümidli ürəklərdədir. Çox matəm saxlama şəhid anası. Nə deyim, nə yazım, qələmim donur. Əhədin dünyası odlanır, yanır. Sənin dözümündən yağlar sınır. Qara şal bağlama şəhid anası. İndi də sözü Əhədlə çiyin-çiyinə vuruşan onun döyüş yoldaşı bizim yanımızdadır. Biz ona gəlişi ilə xoş gəldin deyirik. Allah kömək olsun. Sözü indi ona vermək istəyirdik. Buyur. Çox sağ olun diqqətinizə görə. Mən ilk öncə şəhid valideynlərinə, şəhid yaxınlarına, şəhidimizin yoldaşına, ailələrin ağsaqqal Kazım Qutaş başda olmağına hər birisinə baş sağlıq verirəm. Allah onları şad eləsin. Şəhid Əhəd haqqını həqiqətən danışmaq mənə çox çətindir. Çünki hər bizə məlum olduğu kimi 27 sentyabrda düşmən təxribatının qarşısını almaq məqsədi ilə və işğalda olan torpaqlarımızı azad etmək məqsədi ilə Azərbaycan Müdafiə Nazirliyi Ali Baş Komandanı tərəfindən döyüş əmri verildi və biz hər birimiz döyüşə qatıldıq. 27 sentyabr səhər radalarında döyüşə qatıldıq və oktyabrın 27-sinə qədər biz Əhədlə çiyin-çiyinə xidmət eləmişik. Düzdür, Əhədi mən qısa bir müddət tanıdım. Oktyabrın, üzr istəyirəm, 23-dən 27-sinə qədər. Çünki bizdə döyüş qrupları, öndə gedən qruplar, yəni şəhidlər olduğu halda, qazilər olduğu halda döyüş qrupları komplektləşdirmə məqsədi ilə səfərbərlikdən və könüllülərdən bizə döyüşçülər verilirdi. Və Əhəd qardaşımız 23 oktyabrda bizim qrupa təyin olundu, atıcı kimi. Əhəd qardaşımızı 3 gün tanımağıma baxmayaraq, yəni həqiqətən çox xoş oldu bir insan tanımaq. 27 oktyabr aldığımız döyüş tapşırığını yerinə yetirən zaman gündüz saat 1-2 radələrində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində müəyyən bir yüksəklikləri qalxan zaman elə bir ki, bizə verilən tapşırıqların icrasına hardasa bir təqribi, yəni göz məsafəsi ilə 60, 70, bəlkə də 50 metr məsafəmiz var idi. Biz düşmən səngərinə çatmamış, biz 14 nəfərli qrupla irəliləyirdik. Birdən-birə gözlənilməz bir şok ateşi bizi yaxaladı orada, yəni biz şok ateşi ilə qarşılaşdıq. Yəni orada düşmən hardasa bir 50-60 nəfərli qüvvə ilə səngərdən qalxaraq bizim qrupu orada zərərsizləşdirdi. O qrupdan, 14 nəfərli qrupdan bir nəfər biz kömək dalınca göndərsək belə, o həmin bizim döyüş yoldaşımız gedib köməyə çata bilmədi. Və onda 15-20 dəqiqə ərzində 14 nəfərli qrupun 11 nəfəri şəhid olaraq 2 nəfər biz yaralandıq. Əhədi qısa bir zaman tanımağıma baxmayaraq, Əhəd, yəni döyüşdə, orada döyüşdə biz hər cür insan görürdük. Adam vardı, yəni sözlə adam istirdi, yesin, yəni adam deyirdi ki, bununla mən irəli getsəm, yəni kürəm yerə dəyməz, yəni gedib düşmənlə bir 100 nəfərini, belə bir insanların 10-u ilə getsəm, düşmənin 100-ün üstünə getsəm, yəni qələbə bizimdir. Ancaq yarı yolda qoyanlar çox oldu. Ancaq Əhəd kimi qardaşlarımız son nəfəsinə qədər əməli ilə göstərdi ki, yəni döyüş necə olmalıdır, döyüşən insan necə olmalıdır. Əhəd qardaşımız, yəni onları 11 nəfərin, ondan öncə də mən çox şəhidlərin şəhid olmağını görmüşdüm, onları şahiddə eləmişdim. Ümumiyyətlə şəhidlər, bu həyatda insanlar çox ağır az çəkir, çox çətinliklər görür. Ancaq ki, şəhidlərin şəhid olmağını görmək, onları şahiddə eləmək, mən deyərdim ki, ondan ağır bir hiss yoxdur. Və 4 il ərzində mən hər gün o müharibi bir fragment kimi gözüm qabağından keçir. Və ömrümün son nəfəsinə qədər də unudulmayacaq. O mənim bildiyim kimi, yəni heç vaxt mən onu deməyəcəm, ta ki, yəni ağlım əlindən alınmasa, yəni heç vaxt mən onu hüşumu itirməsəm, o anlar heç vaxt mənim beynimdən silinməyəcək. Elə həkk olunub ki, heç vaxt. Çünki o izlər tökülən qanlarla yazılıb. Bir də hər birinizə təşəkkür edirəm və burada
Əhədi sahib gələnlərin hər birisinə çox sağ ol deyirəm və sizdən tək istəyim odur ki, heç vaxt şəhidlər unudulmaz. Çox sağ ol. Sağ ol, Allah sizə can sağ ol versin. Təşəkkür edirik. 8-ci sinif şagirdi İlkanə Aynişan, şəhidlər şeiri. Armayın şəhid adlı yaramı, düşmənlər duymasın bu fəryadımı. Bilmirəm sevinim ya ağlayım mı? Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Ay ana, sasını dərddən ağartma, gəlib gedənlərdən oğlunu sorma. Qara bəxtim deyib, yanma, alışma, adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Həyatda candan şirin deyin nə var? Şirin candan keçdi vətən üçün onlar. Əlbət yaşayacaq belə oğullar. Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Vətənin köməyə ehtiyacında, yetdilər imdada dar ayağında. Qanların tökdülər torpaq uğrunda, adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Şəhidlik adını ucuz tutmayın, öldülər sözünü dilə almayın. Onlar yaşayırlar, siz unutmayın, adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Qabil ədalətəm, yolunda hazır, qisas alındı, əvvəl ya axır. Yalnız bir təsəlli ürəyi açır, var belə oğullar ola şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 7-ci sinif şagirdi Sonya. Azaddır torpağın. Sənsizlik yaman çətindir. İnan ki, sənsizlik yaman çətindir. Necə alışaq ki biz yoxluğuna? Qələbə sevinci yaşatdın bizə. Ey şəhid əyilib başım ruhuna. Ey gid, sən artıq yüksəklərdəsən. Bizim tək insanlar heyrandır sənə. Biz köçərək dünyadan cavan yaşına, çatdın insanlığın ən zirvəsinə. Bu fani dünyaya aldanmadın sən. Bizim gözümüzdə uca dağ oldun. Bizlərə bu fani dünyanı verən Allahın önündə üzüağ oldun. Sən öz hünərinlə tarix yazmısan. Heç nədən qorxmayıb ürəkli əhəd. Bu yurdan düşməni özün qovmusan. Azaddır torpağın Ağayev Əhəd. Allah şəhidlərimizə. İndi də sözü şəhidimizin qardaşı Kazıma vermək istərdik. Buyursun. Bütün tədbir iştirakçılarını salamlayıram. Valideynləri, məktəblilər, pedaqoji kollektiv, müəllimləri də salamlayıram hər kəsi. Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazılan, xalqımıza zəfər sevincini yaşadan haqq savaşıdır. Döyüşlər zamanı hər bir Azərbaycanlı vətən naminə göz qırpmadan qanından keçməyə hazır olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. İgid oğullarımız yüksək azimkarlıq göstərərək ərazi bütövlüyümüzü uğrunda gedən döyüşlərdə son damla qanına da vuruşub, tarixi ədaləti bərpa etdilər. Böyük qələbənin qazanmasında şücaətlə vuruşan, şəhidlik zirvəsinə qovuşan oğullarımızın payı əvəzsizdir. Qəhrəman vətən övladlarımızdan biri də Ağayev Əhəd bu kəndin şəhididir. Ağayev Əhəd könüllü şəhidimizdir. Bəli, o Pəncəlinin, Bəxtiyarın, Sarvanın qisasını almağa gəlmişdi və buna da düzdür, o şəhid olsa da 8 gündən sonra buna da nail oldular. Onların, şəhidlərin qanı yerdə qalmadı. Pəncəlilər, Bəxtiyarlar, Əhədlər, Kənanlar bugün də bu məktəbdə, burada, bu aradadırlar. Onları burası tanıyıb, üzə çıxardan belə vətənpərvər oğullar yetişdirən bizim müəllimlərimizdir. Bu tədbiri təşkil etməkdə hər kəsə Allah kömək olsun. Bir daha şəhid analarına qarşısında baş əyirik, şəhid ataları qarşısında baş əyirik. Onların övladları bizə əmanətdir. Biz onları qorumalıyıq, həmişə onları hər yerdə qorumalıyıq, onların dağında olmalıyıq. Çox sağ olun. İndi də sözü
Deməli, şəhidin qardaşı oğlu sən ana vermək istəyirdi. El bilir ki, sən mənimsən şeiri ilə. El bilir ki, mənimsən, yurdum yuva məskəninsən, anam doğma vətəninsən, aydılarmı könül candan Azərbaycan, Azərbaycan. Şeirdi Gülşanə, şəhidlər şeiri. Şəhidəm. Bu can sənə fəda olsun vətənim. Uca olmağım mənə qanat verənim. Şəhid olum, parçalansın bədənim. Fəxr edim ki, vətən üçün şəhidəm. Gözəl yurdum, bəzəysən dünyanın. Uğrunda çox övlad verdi canını. Bu canımda olsun sənin qurbanın. Mənə həyat verən üçün şəhidəm. Övladların düşmənindən öc alır. Bayrağımız günü gündən ucalır. Həsrət bitir, Şuşa, Laçın Xucalı. Vüsalına yetən üçün şəhidəm. Mənə həyat verən üçün şəhidəm. Allah şəhidimizi rəhmət eləsin. Zəfər bizimdir bizim. Qəlbimiz dönüb dağa. Yollar bizi aparır, gedirik Qarabağa. Vətən qarşıla bizi pay alaq nemətindən. Doymaq olmur ki sənin doğma məhəbbətindən. Şücaətli oğullar, bayraq sancdı hər yana. İmza atdı urdumuz ən müqəddəs məqama. Vətəni dar günündə xalq yumruq təkbir oldu. Azad oldu torpaqlar, birlik qələbə çaldı. Yeni tarix yazıldı qəhrəman adlardan. Ellər dastan oxudu tarix yazanlardan. Səma aydın bulutsuz, dağların yarıb yeyi. Qanla alınan torpaq, canla qayıtdı geri. Allah şəhidlərimizi Vahidə. Payız gəlir, yenə gözüm yaşlıdır. Neçə şəhid verdim, ağladım. Soruşmayın, niyə gözüm yaşlıdır? Mən şəhidimə lay dedim, ağladım. Qurban olum sizdə olan qeyrətə, öz canını qurban verdi millətə. Sizə qıyan düşmən gəlsin lənətə, göz yaşımı sildim ağladım. Sizin kimi vətənsevən görmədim, göz qırpmadan candan keçən görmədim. Torpağına canım deyən görmədim. Bugün sizi vətən bildim, ağladım. Allah bütün şəhidlərimizi rəhmət etsin. Məclisdə iştirak edən şəhid ailəsinə, qardaşlarına dərindən minnətdarlığımızı bildiririk. Ümumiyyətlə, bugünkü tədbirdə iştirak edənlərə Allah təala can sağlığı versin. Bugünkü tədbiri bağlı elan edirik. Onu mənə xatırladır, bu torpağın hər qarışı. Onun adı şəhiddir, mənim adım şəhid qızı. Axı söz vermişdim ona, axıtmaram tək bir damla. Göz yaşlarım qulaq asmır, qəlbimdəki yaralar. Əsla ölməz şəhidlər, deyərdi mənim atam. Bəs indi hardasan, ay mənim şəhid atam? Tam hansı fəryadıma, niyə heç kim cavab vermir? Sarılanda gülümsəyən o şəklinə, niyə sənin səsin gəlmir? Sarılanda üç rəngli bayrağa, gül qoxusu tabutuna baxanda, gözüm dolur qürurla, gözüm dolur acıdan, gözüm dolur. Baba belə oturma kədərli, əmi baxma belə qəmli. Axı ata həsrətindəyəm, nənə dik tut başını, ana sil göz yaşlarını, axı şəhid qızıyam mən. Allah sizi saxlasın. Bugünkü tədbirdə iştirak edənlərə öz adımdan, kollektivizm adından dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, Allah hamıya kömək olsun. Yəni, könüllü olaraq kim iştirak eləmək istəyirsə, biz indi qəbr üstə gedəcəyik, hamını orada gözləyirik.
آمین یا رب العالمین. السلام علیکم دار المؤمنین. آمین. انشاءالله بكم وصلى عليكم عافية بحرمة الفاتحة. اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد.
şəhidlərim, biz bugün şəhid Əhəd Ağayevin qəbrində olduğunu ziyarət edirik. Allah şəhidimizi qəni-qəni rəhmət etsin. Amin Allah. Biz həm bugün kədərlənirik, həm sevinirik. Kədərlənirik ona görə ki, illərlə biz oğul itirdik, şəhid verdik. Vətənimizin müstəqilliyini, sərhədlərin bütövlüyünü əmin etdik. Buna sevinirik. Həmin övladların itirilməsi bizim üçün ağırdır. Əlbəttə, heç vaxtlar unudulmayacaq. Bizim borcumuz da nə qədər Allah Teala bizə ömür versə, biz də həmin şəhidlərin qəbristə orqaları ziyarət edilməsi, şəhid ailələrine hörmət və qayğı, onların övladlarının yanında daim olmaz, bizim şərəf olduğunu. Allah şəhidimizi rəhmət eləsin. Bir daha onun yaxınlarına, qardaşlarına, bacılarına, həyat yoldaşlarına baş sağlığı verir. Allah sizləri sağ olsun, başınız sağ olsun. Sağ olun, Allah razı olsun. Allah rəhmət eləsin, ruhu şad olsun.